dediyim kimi çox rəngarəngdir. Onun hekayələri o türk hekayə janrının inkişafında böyük xidmətləri olubdur və o Türkiyənin o dövrə Osmanlı ictimai-siyasi həyatını o hekayələrə daşımışdı və amma orada tənqidi çalarlardan da geniş istifadə etmişdi. Eyni zamanda onun hekayəsinin onun yaradıcılığının əsas qayəsi Türk birliyinə çağırış olmuşdu, turançılıq olmuşdu. Bu ideyaya inanmışdı, millətçilik ideyasına daşımışdı və o hətta bəzi hallarda o milli məfkürə, onun daşıdığı ideyalar düzgün dərk olunmamışdı. O bəzən şovinizmdə də ittiham olunmuşdu. Onun Çanaqqale'dən sonra kimi hekayəsində və digər hekayələrində Birinci Dünya Savaşında o Türkiyəyə qarşı, Osmanlıya qarşı dünya imperialist güclərinin mövqeləri tənqid olunur. O Türkiyənin imzalamağa məcbur olduğu sazişlərdən çəkinməyə çağırır, səsləyir. Türkiyənin hədəf götürən bu qüvvələrə qarşı etiraz səsini ucaldır. Eyni zamanda onun yaradıcılığının bir qolu da yəni mühüm hissəsi o sosial problemləri əhatə edir və o sosial problemlərdən doğan dövrün mənəvi eybəcərliklərini təsvir edə bilir ustalıqla. Amma onu da qeyd edir ki, Ömər Seyfəddinin dili saf türk dili olubdur. Bu da onun xalq ədəbiyyatını, xalq yaradıcılığını olduqca dərindən bilməsindən, bələd olmasından irəli gəlirdi. Və onun bax bu kitabda da yer alan Binəcək şey, Qurumuş ağaclar əsərinin, hekayələrindən, bir çox digər hekayələrinin leitmotivi, ana süjeti elə folklor nümunələridir. O folkloru çox dərindən bilmişdi. Amma biz Ömər Seyfəddini hekayə janrı ustası kimi tanısaq da, o həm də bir gözəl poetik nümunələr ortaya qoymuş. Yəni nəsrdən başqa nəzmə də xidmət etmişdi və onun bir şeirinə mən diqqət etdim.